Salam dəyərli izləyicilər. Bugün sizinlə çay sürələriniz üçün mövsümə uyğun, iri, bərəkətli, çox ləzzətli, bir qədər fərqli albalı tort resepti bölüşürük. Tortun reseptində xamadır. Biz ekonomik olması üçün onu xama qatılığına qədər süzülmüş 250 qram qatıqla əvəz eləmişik. Əgər qatıqdan istifadə edəcəksinizsə, siz də onu xama qatılığına qədər süzün. Üzərinə 1 çay qaşığı soda əlavə edib qatıb, sodanı qatığın içərisində söndürüb bunu qoyuruq hələlik bir kənara. Ardınca qarışdırma qabına götürdüyümüz ümumi 600 qram, yəni 200 ml stəkandan 4 stəkan, üstəgə 5-ci stəkanında 3də 2-si qədər ərənmiş undan bir qədər əlavə edib, üzərinə duz da əlavə edib qatırıq. Daha sonra bura götürdüyümüz 250 qram otaq temperaturunda yumşalmış kərə yağını da əlavə edib, unla yağı qatıb uma çağına salırıq. İndi havalar istidir, bunu əlimizlə deyil, spatula ilə eləyirik. Daha sonra bura bir qədər də unu əlavə edib qatırıq. 250 qram, yəni 200 ml stəkandan stəkanı yerə vura-vura tam doldurmaq şərti ilə bir dolu stəkan, üstə gəl ikinci stəkanında 4də 1-i qədər şəkər tozunu da əlavə edirik. Soda qatdığımız qatığı da əlavə edib qatırıq. Və qalan unu da hissə-hissə ehtiyatla bura əlavə edib yumşaq xəmir yoğururuq. Bu arada dəyərli izləyicilər, əgər hələ də videonu bəyənməmisinizsə, kanalımıza dəstək olmaq məqsədi ilə videonu bəyənməyi unutmayın. Baxın, gördüyünüz kimi belə yumşaq xəmir yoğurduq. Ardınca xəmiri biri digərindən bir qədər böyük olmaq şərti ilə 2 hissəyə bölürük. Birisi sadə, daha çox olan, az olan isə kakaolu xəmir olacaq. Sadə xəmir üçün xəmirin daha iri hissəsinə 1 xörək qaşığı un qatıb yoğururuq. Baxın, belə yumşaq, sadə xəmir hazırlayırıq. Bunu qoyuruq bir kənara və xəmirin qalan az hissəsinə isə 1 silə xörək qaşığı kakao əlavə edib onu da yoğururuq. Onu da vurğulayım ki, xəmiri çox yoğurmayın. Elə qarışdısa kifayətdir. Çox yoğrulduqca xəmir bərkiyir. Ondan hazırlanan bişinti də bərk sərt alınır. Hazırladığımız hər iki xəmiri pinqvin paketin içərisinə yerləşdirib onları soyuducuda biraz gözlədirik ki, özünü tutsun. O vaxta qədər biz 600 qram yuyulmuş albalının saplaqlarını təmizləyib tumlarını çıxarıb yığırıq. Yazın görək, bəs siz albalı ilə hansı tortlar hazırlayırsınız? Yeri gəlmişkən kanalımızda Dunay Dalğaları adlı albalı tort resepti də var. Biskvit tortudur. O da çox ləzzətlidir. Ardınca hər iki xəmiri soyuducudan çıxarıb onların hər ikisini 3 bərabər hissəyə bölüb kündələyirik. Kanalımızda həmçinin Sarhoş Albalı adlı albalı biskvit tortu resepti də var. O da çox ləzzətlidir. Albanını xoşlayanlar, ondan şirniyyat hazırlamaq istəyənlər bu reseptləri sınaya bilərlər. Həmçinin piroqlar da var kanalımızda albalı ilə. Daha sonra sadə xəmirdən tutduğumuz kündəni düzbucaqlı formada açırıq. Yuxanı bişirəcəyimiz soba tavamızın uzunu 35, eni 23 cm-dir və kündəni də həmin ölçüdə açırıq. Əvvəlcə kündəni biraz açırıq, daha sonra yerləşdiririk soba tavasının içərisinə və onu əlimizlə açaraq soba tavasının dibinin ölçüsünə çatdırırıq. Bəs yazın görək, siz nə vaxtsa belə bir tort hazırlamısınızmı və yaxud da hardasa dadmısınızmı? Baxın, sadə kündəni bu şəkildə açdıq. Daha sonra şokoladlı kündələrdən birini də 2 bərabər hissəyə bölürük və onlardan hissələr qoparıb, onları əlimizlə eşərək uzadıb, açdığımız sadə yuxanın üzərinə çaran çarpaz şəkildə paxlava kəsimi və yaxud da romb formasında şəbəkə çəkirik. Əgər sizə belə eləmək çətindirsə, şokoladlıq kündəni də sadə kündə kimi açın. Daha sonra ondan 7-8 mm-lik ərişdə şəklində lentlər kəsib elə yerləşdirin sadə yuxanın üzərinə. Yeri gəlmişkən bu tortun adı da riştə tortdur. Şokoladlı kündəni 2 hissəyə böldükdən sonra həmin hissələrdən birindən xırda hissələr qoparıb onları əlimizlə eşərək uzadırıq. Daha sonra açdığımız sadə yuxanın üzərinə uzunluğuna istiqamətdə maili şəkildə bir küncündən digər küncünə doğru aralarında bir qədər məsafə saxlamaq şərti ilə düzürük.
Ardınca şokoladlı kündənin digər hissəsindən də eyni bu qaydada xırda hissələr qoparıb onları eşərək uzadıb yuxanın üzərinə bu etdiklərimizə çaran-çarpaz formada yerləşdiririk. Nəticədə yuxanın üzərində xırda romblar əmələ gəlir. Elə bir paxlava formasında kəsmişik. Və yuxanın üzərində yaranan bu rombların hər birinin içərisinə tumundan təmizlədiyimiz albalları düzürük. Və hazırladığımız bu yuxanı əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişiririk. Və tortun qalan 2 yuxasını da eyni bu qaydada hazırlayıb bişiririk. Ardınca tortun kremi üçün 350 qram yumşalmış kərə yağını mikserin yüksək sürəti ilə artıb ağarıb krem halına gələnə qədər çalırıq. Ətrinə görə kremə bir bağlama şəkərli vanil də əlavə edirik. Daha sonra götürdüyümüz 500 qram bişmiş qatlaşdırılmış südü az-az bura əlavə edib tam qarışana dək çalıb kremi hazır edirik. Nəticədə belə havalı, hamar, çox ləzzətli yağlı krem alınır. Yuxaların hamısını bişirdik. Baxın, yuxalar belə olur. Kremi də 2 bərabər hissəyə bölürük və indi bir-bir yuxaları qoyub üzərini kremləyib onları üst-üstə yığırıq. Əgər siz albalı xoşlamırsınızsa, bu tortu qaysı, gavalı, çiyələk, qara qarağat, moruq, yəni malina, rus salçası, yəni krıjovniklə də eləyə bilərsiniz. Onu da qeyd edeyim ki, bu tort həm çox ləzzətlidir, həm də yaya uyğundur. Quru tort olduğuna görə uzun müddət qalır. İri bir tortdur, çox iridir, bərəkətlidir. Siz bunu daha çox yaya düşən özəl günləriniz üçün, qonaqlıqlar üçün də hazırlaya bilərsiniz. Hər kəs bəyənəcək. Tortumuzu yığdıq. Əgər kim istəyirsə, tortu yığdıqdan sonra üzərinə limon suyu və şəkər kirşanı ilə glazur hazırlayıb da tökə bilər və yaxud da ağ-qara şokolatı əridib onlarla da bəzəyə bilər tortun üzərini. Biz sadə saxlayırıq. Sadə də çox gözəl olur. Hazırladıktan sonra 1 saat elə masanın üzərində otaq temperaturunda gözlədirik. Daha sonra qoyuruq soyuducuya. Bir gecə də soyuducuda gözlədirik ki, tort özünü tutsun. Həm də yuxaları yumşaltsın krem. Ertəsi gün tortun üzərinə şəkər kirşanını səpib onu kəsib servis edirik. Dadlı və iri, bərəkətli tortdur. Siz bunu yaya düşən qonaqlıqlar üçün hazırlaya bilərsiniz. Təxminən bir 35-40 nəfəri görər. Çünki iri tortdur. Həm də tutumludur. Qonaqlıqda başqa yeməklər də olur. Şirniyyat süfrəsi üçün çayın yanına hərəyə bir balaca dilim. Tutumludur, çox ləzzətlidir. Həm də ki, burada meyvə də çox gözəl ləzzət verir torta. Şəkərli xəmir, yağlı şirin krem və arasında da turşa şirin meyvə çox gözəl ahəng yaradır. Damaqda ləzzətli dad buraxır. Hazırlamağa dəyər. Əminəm ki, hazırlasanız bəyənəcəksiniz. Xüsusən də albalını xoşlayanlar. Əgər xoşlamırsınızsa, digər meyvələrlə də qeyd etdiyim kimi eləyə bilərsiniz. Bu qədər. Videonu bəyəndinizsə, like etməyi də unutmayın.